Ətimizi jülyen şəklində doğrayırıq. Ət çox qurumamalıdır. Bu şəkildə tabağımıza yerləşdiririk və üzərinə soğudumuzu əlavə edirik. Soğudun tərkibi qatıq, qaymaq, nanə, tuz və azca qarabibər. Yəni, bu hər kəs öz ağız dadına uyğun da düzəldə bilər. Bu qədər. Çox dadlı və çox möhtəşəm. Hər kəs dadına baxa bilər. Özünüzü hazırlaya bilərsiniz. Çox asan və gözəl salatımız. Nuş olsun hər bir kəsə.